Salam, hər vaxtınız xeyir. 9-cu sinif şagirdlərə kömək məqsədi ilə belə bir suallara baxaq. Bu 2019-cu ildə 9-cu siniflərə düşən suallardır. Deməli, baxaq suallarımıza. Birinci sualdan başlayaq. Deyir ki, perimetri 32 olan kvadratın sahəsini tapın. Biz bilirik ki, kvadratın perimetri 4A düsturu iləndir. 4A bərabərdir 32-dirsə, A bərabərdir 8-ə, tərəfi 8-dirsə, sahə də A kvadratı olduğuna görə 8-in kvadratı 64. İkinci sualımızda müxtəsər vurma düsturudur. A kvadrat çıx B kvadrat, A çıx B, A plus B'dir. Bir dəfə 67 çıx 33, bir dəfə də 67 üstəgə 33, məxrəcdə də 34. 67-dən 33 çıxanda 34 qalar. Bu 34 ilə bu 34 ixtisar getdi. 67-nin də üstə 33 gələndə 100. Kör bucaq təpəsindən çıxan şüa onu 50 və 60 dərəcəli iki bucağa ayırır. Kör bucağımızı çəkək. Bunun təpəsindən çıxan şüa 50 və 62 bucağa ayırır. Bu bucağımız olsun 50 dərəcə, bu biri bucağımız olsun 60 dərəcə. Onda ovşu kör bucağı tapanda 60 ilə 50-ni toplayanda eləyəcək 110 dərəcə. 2 ədədin cəmi 20 fərqi isə 14-dür. X plus Y 20, X minus Y bərabər 14. Onların hasilini tapın. 2 dənə X bərabərdir 34-ə, X bərabərdir 17. X 17-dirsə, Y də təbii ki 3-dür. 17 vur 3-ü tapacaq, cavab da eləyəcək 51. D variantı. Ədədi silsilədə A3, 7, D bərabər 4 olarsa 8-ci həddi tapın. Gələk baxaq. Deməli, A3-ün yerinə yazırıq. A1 plus 2D bərabərdir 7-yə. D də 4 olanda A1 üstəgə 4 dəfə 2, 8 bərabərdir 7-yə. A1 bərabərdir mənfi 1-ə. 8-ci həddi tapanda A8 bərabərdir A1 plus 7D'dir. A1-imiz mənfi 1 üstəgə 7 dəfə 4, 28. Cavab olacaq 27. 27 C variantı. Deməli, növbəti sualda deyir, funksiyanın sıfırlarını tap. Sıfırlarını tapmaq funksiyanın sıfıra bərabər eləmək deməkdir. Bərabərdir 0-a, 3x bərabərdir 18, x bərabərdir 6-ya. X bərabər oldu 6-ya. Baxaq görək nə variantıdır. Cavab oldu Y variantı. Tənliklər sistemində x, y hasilini tapın. Yuxarını müxtəsər düsturla açsaq, müxtəsər vurma x çıx y, x plus y bərabərdir 33-ə, x çıx y də bərabərdir 3-ə. Bu x çıx y-in bunun yerinə 3-ü yazanda, onda x plus y bərabərdir 33-ə böləndə 11. İndi x plus y bərabər oldu 11-ə, x çıx y də bərabər oldu 3-ə. Buradan getdi. 2 dənə x bərabərdir 14. 2x bərabərdir 14. X bərabər olsun 7-yə. X 7 olanda y də burada 4-dür ki, çünki 7-dən 4 çıxanda 3 olur. Y də bərabər oldu 4-ə. Bizə deyirdi hasilin tap. Deməli, 4 dəfə 7 neçə eləyəcək? 28. Növbəti 8-ci sualımıza baxaq. Verilmiş ədədlərdən neçəsi sadədir? Sadə ədədlər bilirik ki, 1-ə və özünə bölünən ədədlərdir. Burada 2 sadə ədəddir, 9 mürəkkəb ədəddir, çünki 3-ə bölünür. 29 sadədir, 13 sadədir, 1 nə sadə, nə mürəkkəbdir. 21 3-ə 7-yə bölünür, mürəkkəbdir, biri də oldu 17. Deməli, 1-i, 2-si, 3-ü, bir də 2, 4-ü.
4 dənəsi oldu. 9-cu sualda Malik əvvəlcə 300 səhifəlik kitabın 40%-ni, daha sonra isə 5də 2-sini oxudu. Neçə səhifə oxunmamış qaldı? Deməli, 40% ədədə çevirsək, 1% 1 hissədir. Bunu ədədə çevirsək, faizi ədədə çevirəndə 100-ə bölürük. 40-ı 100-ə bölsək, deməli, oldu 5də 2-sini. 5də 2 deməkdir. Deməli, əvvəlcə 5də 2 hissəsini oxuyub, daha sonra yenə 5də 2-sini oxuyub. Belə çıxır ki, 5də 4-ünü oxudu və 5də 1-i qaldı. Neçəsi 5-dən 4-ünü oxuyanda 5-dən 1-in qalır. Bizdə oxunmamışı soruşduğuna görə elə 300-ün 5-dən 1 hissəsini taparıq. Bu da bərabər olacaq 60-a. Oxunmamış qalan, deməli, oldu 60 səhifə. Ədədlərdən neçəsi rasional ədədlərdir? Burada bilirik ki, kök 7 irrasionaldır, y ədədi irrasionaldır, pi ədədi irrasionaldır. Deməli, gəldik baxdıq, adi kəsirlər, dövrü kəsirlər rasional olduğu üçün biri oldu 0,5. Bu %64'dür. Bundan 10'da 8 kökdən çıxır. Rasional ədədimizin biri bu oldu. 0,4'də 4, 9'da 4'dür. Bundan kök 3'də 2 çıxır. Biri də 3'də 2 bu oldu. Sinus 30'da 2'də 1'ə bərabər olduğuna görə bu da rasional ədəd oldu. Deməli oldu 1'i, 2'si, 3'ü, 4'ü. 4 dənəsi rasional ədəd oldu. 11-ci sualda deyir ifadəni sadələşdirin. Gələk baxaq. Tək dərəcə olduğuna görə mənfi qaldı. 5-in kubu 125 elədi. X üstü 2 üstü 3 olanda üstlər vurulur. X üstü 6 oldu. Y üstü 9. Deməli X üstü 6, Y üstü 9 cavab oldu D variantı. 12-ci sualımıza baxaq. Şəkildəki A və B kvadratlarının sahələri cəmi 41-dir. Kvadratın tərəfləri natural ədəd olarsa, böyük kvadratın perimetrini tapın. Bura 1 olsa, deməli, sahə 1 vur 1 olsa, kvadratda eyni olmalıdır da. 1 vur 1 olsa, onda üstünə heç nə gələndə 40 eləmir ki, 40 heç nəyin kvadratı deyil ki, sahə 41 olar. Seçmə üsulu ilə yazırıq. 2 olanda sahəsi 4 olacaq. Burada isə onda 37 olmalıdır. Bu birisininki yenə mümkün deyil. Deməli, gəlib 4 olsa, bunun tərəfi 4 olsa, deməli, kiçik kvadratın tərəfini 4 qoyaq. 4 dəfə 4 sahəsi 16 olacaq. S1 16 olsun. İkincisi isə 25 olar ki, 41 olsun. S2 də olur 25, yəni tərəfləri 5, 5 olur. Böyük kvadratın perimetri P bərabərdir 4A olduğuna görə, burada da A bizdə 5'dir, 4 vur 5 bərabərdir 20 olar. Cavab da olar A variantı. 13-cü suala baxaq. Deyir ki, 9 kök 2 ədədinin tam hissəsini tapın. Bu zaman 9'u kökün altına salaq. 9 kökün altında 81'dir. 81'i 2'yə vuranda 162. 162'dən əvvəl və sonra kök çıxan ədədlərə baxaq. Deməli, 13'ün kvadratı 169'dursa, 13'dən kiçik, deməli bu 12'dir. Burada bu üzüdə təbii ki 13'dür. 169'dan 144. Tam hissəsi 12 ilə 13 arasında yerləşən bütün ədədlərin tamı 12'dir. Məsələn, 12 tam dövrdə 3, 12 tam 5, 12 ilə 13 arasında ixtiyari bir ədədin tam hissəsi 12'yə bərabərdir. Baxaq növbəti sualımıza. 14'də deyir ki, ifadəsinin qiymətini tapın. 25'dən kök 5 çıxır. Çox sadə bir sual. 49'dan 7 çıxır. Böl 2. 12, 12'ni də 2'yə böləndə 6 düşəcək. Deməli, bərabərsizliyini həll eləyək. 4x çıx 12 kiçikdir bərabərdir 0-dan. 4x kiçikdir bərabərdir 12'dən. X da kiçikdir bərabərdir. Hər tərəfi 4'ə bölsək 3'dən. 3'dən kiçik ədədlər olacaq. Mənfi sonsuzluqdan 3'ə qədər. Ancaq düzmü tərzə 3 özü də daxil olmaqla cavab oldu B variantı. 16'dan baxaq. Deməli, düz xətt üzərində bizə deməli
verir ki, düz xətt üzərində A, B, C, D, E, F nöqtələri qeyd olunmuşdur. Parçaların sayını tapın. Parçanın sayı n vurulsun, n çıx 1 bölünsün 2 düsturu ilə tapılır. 1, 2, 3, 4, 5, 6, n 6 olduğuna görə 6 vurulsun 5 böl 2 ilə tapıldı. Cavab da elədi 15. Parçaların sayı 15 idi. İfadəsinin qiymətini hesablayın. 40 ilə 60-ın bölündüyü ən böyük ədəd 20-dir. Deməli, əbobu oldu 20. Sadə vuruqları da ayırıb rahatlıqla tapa bilərik. 40 ilə 60-ın əkobu isə deməli 120 olar. Yəni, kənardan sadə vuruqları ayırım daha aydın olsun. Deməli, buradan 40-dan 120-yə baxaq. 42-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. 60-a baxaq. 62-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. Əbob hər ikisində eyni olanlardır. Bu 2, bu 2, bir də 5 eynidir. 2, 2, bir də 5 eynidir. Əbobumuz 20 oldu. Əkobu isə tapanda böyük ədədi götürüb bu birisindən çatmayan bir dənə 2-ni əlavə eləyəndə 120 oldu. Vur 2 bərabərdir 120, 20 də bu 140. Cavabımız olacaq Y variantı. Deməli, gələk növbəti sualımıza baxaq. Bizə deyir ki, kombinezondur. Bizə deyir permutasiya 5-dən 2-yə plus kombinezon 6-dan 2-yə. Permutasiyanın qaydası budur. Deməli, permutasiyada yuxarıda böyük hissənin faktorialı olur. Məxrəcdə isə onların fərqinin faktorialı. 5-dən 2-ni çıxanda 3 faktorial. Üstə gəl. Kombinezonda yuxarıda böyük ədədin faktorialı, aşağıda kiçik ədədin faktorialı vurulsun bunların fərqinin faktorialı. 6-dan 2 çıxanda 4 faktorial. Bu da bərabərdir. 5 faktorialın yerinə bilirik ki, 5 vur 4 vur 3 faktorialda dayandıra bilərik. Məxrəcdə də 3 faktorial. İxtisar getdi, bərabər oldu 20. Üstə gəl. İndi bu 6 faktorial olanı da hesablayaq. Kombinezonu. Deməli, kənarda burada hesablayın. Oldu 6 faktorialın yerinə yazdıq. 6 vur 5 vur 4 faktorialda dayandırdıq. Məxrəcində isə 2 faktorial vur 4 faktorial. 4 faktoriallar getdi. 2 faktorial ilə 2 olduğuna görə 2 bir dəfə, 3 dəfə, 3 dəfə 5, 15. Kombinezonun da cavabı 15 elədi. 20 plus 15 oldu 35. Deməli, oldu. Bizdə deməli, nə variantı? A variantı oldu. Bərabəryanlı üç bucağın təpə bucağı 100 olarsa oturacağı bitişik bucaqları tapın. Çox sadə bir sualdır. Təpə bərabəryanlıda bilirik ki, oturacağı bitişik bucaqlar da eyni olur. Təpə bucağı 100-dürsə, üç bucağın bucaqları cəmi 180-dir. 180-dən 100 çıxanda 80, 2-yə böləndə 40 dərəcə. Oturacağı bitişik bucaqlar 40 dərəcə olar. Növbəti sualımıza 4 sinus 30 üstə gəl 10 kosinus 60-ın qiymətini hesablayın. 4 vurulsun sinus 30 da 2-də 1-ə bərabərdir. Üstə gəl 10 vurulsun kosinus 60 da 2-də 1-ə bərabərdir. Bir dəfə, 2 dəfə, 1 dəfə, 5 dəfə. Cavabımız eləcək 2 plus 5, 7. Oldu B variantı. Ədədi 15-ə böldükdə tamam qismətdə 4 qalıqda 3 alınır. Bu ədədi tapın. Ədəd x-dır. Bunu 15-ə böləndə natamam qismətdə 4, qalıqda isə 3 alınır. Bilirik ki, x-i tapanda qisməti bölünənə vurub, üzərinə qalıq, bölənə vurub, üzərinə qalıq gəlmək lazımdır. 4-ü 15-ə vuranda 60, üstünə 3, 63. 22-ci sualımıza baxaq. Deyir ki, məxrəci 4 faktorial çıx 3 olan neçə ixtisar olunmayan kəsir
düzgün kəsir var. Məxrəci 4 faktorial çıx 3-dürsə, 4 faktorialın qaydası 4 vur 3 vur 2 vur 1 deməkdir. 24 deməkdir. 24-dən 3-ün çıxanda 24 çıx 3 21-dir. Məxrəci 21 olan neçə ixtisar olunmayan kəsir var deyəndə 21-i sadə vurubları 3 vur 7-dir. Düsturumuz var idi. Ədəd özü vurulsun. 1 çıxılsın. 3-ün tərsi 3-də 1. 1 çıxılsın 7-də 1. Burada oldu 21 vurulsun 3-də 2. Vurulsun 7-də 6. Bu 21 ilə ixtisar getdi. 12. Deməli, neçə dənə belə kəsir var? 12 dənə belə kəsir var. Cavabımız da oldu Y variantı. Növbəti sualımıza baxaq. Bərabər tərəfli üçbucağın tən bölənləri arasındakı iti bucağın dərəcə ölçüsü nə qədərdir? Baxaq, bərabər tərəfli üçbucağımızı çəkək. Bərabər tərəfli üçbucağı buradan çəkim. Tən bölənləri arasındakı iti bucaq. Bərabər tərəflidə bilirik ki 60-60'dır. Biri buradan gəlsin. Bir tən böləni də belə çəkək. 60'dırsa bura 30-30 olacaq. Üçbucağın 30 dərəcə. Onda bura olacaq. Bu balaca üçbucağa baxırıq. Bura olacaq 30-30 olanda deməli. Biraz böyüdüm, aydın olsun. Deməli 30-30 olanda bura olacaq 30'un üstü 30 60. Bura olacaq 120. 120'nin də qonşusu 60. Əgər bizə desə tən bölənlər arasındakı iti bucağı tap 60'dır. Kör bucaq desə 120 olardı. İndi bizdə nəyi soruşurdu? İti bucağı soruşduğuna görə 60 oldu. Cavab bu da oldu C variantı. 24-cü suala baxaq. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 24 olarsa, söykəndiyi qövsün dərəcə ölçüsünü tapın. Aha, çevrəyə baxaq. Daxilə çəkilmiş bucaq bu bucaqdır. Söykəndiyi qövsdə bax bu hissəyə deyilir. Deməli, daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 24'dür. Bu bucaq 24 dərəcədirsə, söykəndiyi qövsün dərəcə ölçüsü bunun 2 misli olduğuna görə olacaq 48 dərəcə A variantı. Gələk 25-ci sualımıza baxaq. Tənliyi həll edin. Çarpaz vurarıq. 28A plus 24 bərabərdir 15A plus 50. 15A plus 50. Deməli 15A plus 50. 28A'dan 15A'nı çıxanda 13A bərabərdir. 50-dən 24 çıxanda 26A bərabərdir 2 olar. Gələk növbəti sualımıza baxaq. 26. Sadə bir sualdır. Sadəcə yerinə qoyacağıq. Deməli, P-nin yerinə 6, K-nın yerinə 3 olanda 3, P-nin yerinə 6. 2 dəfə 3, 6, üstünə 8 gələndə sürətimiz elədi 14. Məxrəcdə 6 dəfə 3, 18. 18-dən 11'in çıxanda qalacaq 7. 14 ilə də 7. Cavabımız olacaq 2. Vektorları verilmişdi. Cəminin mütləq qiymətini tapın. 2 vektoru toplayanda birinci yerdə duran komponentləri 1 toplayırıq. İkinci yerdə duran komponentləri 1 toplayırıq. Yəni onda bizim vektorumuz A plus B vektorunun komponentləri bizdə olacaq. Neçə? 3 ilə 2'ni toplayanda 5. 7 ilə 5 toplayanda 12. İndi gələk bunun 5 ilə 12'nin mütləq qiymətini hesablayaq. 5 ilə 12'nin vektorun mütləq qiymətinin düsturu belədir. Kök altında deməli olur. Kök altında A-nın kvadratı üstəgə B-nin kvadratı. 5'in kvadratı üstəgə 12'nin kvadratı. Bu da 25 plus 144. Kök altında 169. Cavab da eləyəcək 13. Növbəti sualımıza baxaq. Katetlərindən biri 6, hipotenuzu 10 olan düzbucaqlı üçbucağın perimetrini tapın. Çox sadə bir sualdır. Deməli, baxaq.
Deməli, hipotenuzu deməli, katet hipotenuz 10'dur. Düz bucaqlı üçbucağımız da 6'dırsa, digər katet Pifaqora görə bilirik ki 8'dir. Perimetrdə kənarların cəmi 18, 24 eləyər. Deməli, cavab da olacaq B variantı. Cavabımız oldu B variantı. Aha. 20'dən böyük olmayan sadə ədədlərdən ibarət olan sıranın medianını tapın. Çox sadə. Gələk baxaq. Sadə ədədlər birincisi 2'dir. O birisi 3'dür. 4 deyil, 5'dir. 6 deyil, 7'dir. 8 deyil, 9 deyil, 10 deyil. 11'dir, 13'dür. Sonra neçədir? 15 deyil, 16 deyil, 17'dir. Bir də 19'dur. 17'dir. Bir də neçədir? 19. Deməli, baxın, görüm itirmədik hansı sədədir. 2 sadədir, 3 sadədir, 4 yox, 5 sadədir, 6 yox, 7, 8, 9 yox, 10 yox, 11, 12 yox, 13, 14, 15, 16 yox, 17, bir də 19. Aha, medianını tapın. Medianı tapanda bilirik ki, başdan başa ədədləri birləşdirərik. Deməli, bunu götürdük. 5 ilə 13'ü götürdük. Ortada cüt sayda qalanda bunların ədədi ortasını tapırıq. 7 plus 11 böl 2 cavab eləyəcək 18'də 2'yə böləndə 9. Cavab eləyəcək 9. Gəldik, baxdıq növbəti sonuncu sualımıza. Bir daxili bucağı 150 olan düzgün çoxbucağının bir tərəfi 5 olarsa perimetrini tap. Gələk baxaq görək bu neçə bucaqlıdır ki, bunun perimetrini tapaq. Bir daxili bucağı 150'dirsə, bir daxili bucağın düsturundan da istifadə edə bilərik. Xarici bucağın düsturu daha rahat olduğu üçün mən ondan istifadə edirəm. Deməli, bütün çoxbucaqların xarici bucağı 360 dərəcədir. 360 bölünsün. Cəmi 360'dır. Bir dənəsini tapanda 360 böl n'dir. Bizim daxili bucağımız 150'dirsə, deməli xarici bucağımız 30'dur. Çünki bir daxili ilə bir xarici 180 eləməlidir. Buradan da n bərabərdir. Deməli 360'ı 30'a böləndə 12'yə. N bərabər oldu 12'yə. Deməli bu 12 bucaqlıdır. Hər tərəfinin də uzunluğu 5 cm olduğuna görə perimetrini tapanda P bərabərdir 12 vur 5 bərabərdir 60 olar. Cevabımız oldu 60. Suallarımız bu qədər.